Salam dəyərli izləyicilər, dəyərli dostlar, dəyərli valideynlər. Bugün həssas mövzu toxunacağım. Mövzu odur ki, valideynlərin ən böyük qorxulu şikayəti uşaqlara dodaqların kənarında göyərmədən müzakirə edirlər. Bəli, bəzi uşaqlarda dünyaya gəldikdən sonra barmaq uclarında, dodaq kənarında göyərmə olur. Bu ancaq hər zaman valideynlər həssaslığını öyrədir və haqlıdırlar. O tür uşaqları yoxlamaq lazımdır. Və sizdə inşallah belə bir problem olsa ürəyi yoxlayın. Çünki niyə? Heç bir şey olmaya da bilər, ürək qusurunun bir parçası da ola bilər. Məsələn, bu bebişimiz də balacadır, 2 aylıq bebişimizdir. Valideyn narahat olub, dodaq kənarında göyərmə şikayəti ilə, barmaq uçlarında. Və təbii ki, həssas o valideyn olduğu üçün gətirib müayinə elədik. Şükür olaraq kardioloji açısından uşaqda heç bir problem yoxdur. Təbii deşiklər var. Kiçik oval pəncərə hansı ki olmalıdır və bu yaşda o problemsiz bir şeydir, gayet normaldır. Takib ərzində bu keçib gedəcək. Bu tür video izləmək isə xahiş edirəm, səhifəmizə abunə olun, dəstəyinizi əsirgəməyin. Hörmətlə Nur İmanov.